Son günlər həm kənd, həm də broiler yumurtasının qiymətlərində artım müşahidə edilir. Ajansas xəbər verir ki, rayon bazarlarında satıcılar bildirir ki, kənd yumurtasının qiyməti son bir həftədə qalxıb və hazırda 50 qəpikdir. Broiler yumurtası isə 23-30 qəpik arasında dəyişir. Alıcılar bahalaşmadan narazıdır və satıcılar qiymət artımının məhsulun azalması ilə izah edirlər. İqtisadçı Ruslan Atakişiyev bildirir ki, yumurtanın bahalaşmasına bir neçə səbəb təsir edə bilər. Quşların saxlanması üçün tələb olunan dərman preparatlarının, yem və dənin qiymətinin artması, həmçinin rayonlarda ev təsərrüfatlarının sayının azalması kimi amillər var. Onun sözlərinə görə, maya dəyəri yüksəlməkdə davam edərsə, yumurtanın qiyməti də bundan sonra artmağa davam edə bilər.